Şok. Əziz izləyicilərim, bugün sizi şok edəcək bir evlə tanış edəcəyəm. Həm gözəlliyi ilə, həm də keyfiyyəti ilə, həm də qiyməti ilə. Əzizlərim, gördüyünüz bu gözəl ev romanı, yəni Şuşa romanı. Qoy yerin dəqiqliyindən deyim ki, bəzi maklerlər var, evin yerini demirlər. Güya deməyəndə nə olur ki? Əziz izləyicilərim, bax bu gördüyünüz, bax bu 2 mərtəbəli, möhtəşəm, gözəl ev Şuşa romanında marşrutun yaxınlığında, küçəsi asfalt, mərkəzi kanalizasiya. Əzizlərim, insanın yaşamaq üçün nə lazımsa burada olmayan şey yoxdur da. Həm də keyfiyyətlə tikilib əzizlərim. Görürsünüz, pəncərənin raşotqasınacan qoyulub. Qiymət də gözəl, qiymətli 103.000 manat. Sənət də qupça. Əzizlərim, buyurun evimizlə tanış olun. Əzizlərim, bu evimizin giriş hissəsidir gördüyünüz kimi. Bura qonaq otağıdır. Əzizlərim, evimiz cütdaşla inşa olunub, çox keyfiyyətli evdir əzizlərim. Yəni bir evin yəsin çox belə taxta materialları bilir ki, can üçün rahatçılıqdır. Görürsünüz ki, Rusiyada evlərin çoxu taxtadan tikirlər. Biz götürürük kubiklərlə bir yüklüyürük evi. Bura bizim mətbəximiz. Bura sanuzel. Əziz izləyicilərim, bax bu hissədən, bax buradan evin altına girməyə podvala xod qoyulub ki, banka balon yığmağa görə, artıq şeylər yığmağa. Bax burada qladovka. Evin yəni pləkanın altında buradan bax beləcə yer qoyulub. İndi də gedəyin evimizin 2-ci mərtəbəsi ilə tanış olağın. Maşallah, taxtalar da hamısı bahalı materiallardır ha. Bura yenə bir xol kimidir, yəni buranın elə yeri gəndə oturma otağı eləyə bilərlər, bu çox böyükdür. Üç dənə də əzizlərim, burada yataq otaqlarımız var. Evimizin qiyməti də gözəl qiymətdir. 103.000 manatdır. Real alıcı ilə qiymətdə razılaşma ev yəsi tərəfində olacaq. Əzizlərim, görürsünüz pəncərələrin raşotqasına hamısı qoyulub. Sənətdə qupça.